Bakının daha 2 rayonunda söküntü işləri aparılacaq. Söhbət Sabunçu və Suraxanı rayonlarından gedir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ərazi tikinti planlaşdırma mərkəzi bununla bağlı tender elan edib. Tenderin nəticələri bəlli olandan sonra söküntü prosesinə start veriləcək. Sabunçuda Babək küçəsi 23, Frunze küçəsi 16, 6-cı Mədən küçəsi 38, Məmmədəliyev küçəsi 32, Suraxanı rayonunda isə Xanlar Ələkbərov küçəsi 87 ünvanında olan qəzalı binalar söküləcək. Qeyd edim ki, bir müddət əvvəl Binəqədi rayonunun Ağa Nemətulla küçəsi 13 ünvanında və Dəmiryol küçəsi 19 ünvanında, Xətai rayonunun Oksigen küçəsi 1 ünvanında və Marat Əmirxanov küçəsi 14 ünvanında yerləşən qəzalı binaların söküntüsü ilə bağlı da tender elan edilib. Dəyərli izləyicilərimiz, Arıçı Vidadinin bal məhsulları haqqında yenidən məlumat paylaşmaq istəyirəm. Bir sıra şərh bölmələrimizdə qeyd edirsiniz ki, bəs bu bal məhsullarını biz hardan əldə edə bilərik? Arıçı Vidadinin bal məhsulları heç bir rayonda, şəhərdə, kənddə, hansısa market və yaxud da dükanlarda satılmır. Ancaq sifariş edirsiniz və sifariş sizə göndərilir. Arıçı Vidadinin öz mobil nömrəsinə zəng edə bilərsiniz. 051 546 39 39. Arıçı Vidadi şəxsən özü cavab verəcək və Azərbaycanın bütün bölgələrinə də çatdırılma pulsuzdur. Astarada, cənub bölgəmizdə yetişdirilən bal məhsulları təbiidir, qatqısızdır və çox faydalıdır. Mütləq zəng edin, sifariş edin, özünüz dadın və mən əminəm ki, bundan sonra hər zaman bal məhsullarını məhz Arıçı Vidadidən sifariş edəcəksiniz.